Azərbaycanlılar üçün bilirəm ki, korrupsiya da vacib tələbdir. Sosial tələblər də vacibdir. Amma nəyə görəsə bizim ictimaiyyətdə belə bir fikir formalaşıb ki, güya siyasi məhdudlara azadlıq xalq arasında populyar olan bir tələb deyil. Belə bir fikir var və bu şəxsən məni biraz incidir. Çünki bizim əsrlərdən qalma bir deyim də var ki, el üçün ağlayan göz kor olar. İndi mən istəmirəm ki, 21-ci əsrdə də Azərbaycanlılar bu qənaəti təkrarlasınlar ki, baxın, el üçün ağlayan gözlər həmin Mehman Hüseynov kimi, həmin Gözəl Bayramlı kimi, Teymur Təzi kimi, Fuad Qəhrəmanlı kimi, İlkin Rüstəmli kimi, Əfqan Muxtarlı kimi saysız hesabsız bizim bu pırıl-pırıl gənclərimiz, insanlarımız, siyasətçilərimiz, jurnalistlərimiz, blogerlərimiz, bu insanlar məhv edilir orada. Onların arasında körpə övladı olanlar var. Onların arasında xəstələr var, xanımlar var, gənclər var. Bu insanlar orada, bu millət üçün məhv olur. Və niyə görə ictimaiyyətdə belə bir fikir var ki, o insanları müdafiə eləmək o qədər bu dərəcə populyar deyil. Niyə populyar deyil? Mən inciyirəm bu fikrin daşıyıcılarından. Əksinə, o insanları müdafiə eləmək bir vicdan borcudur, bir şərəf işidir. Hətta biz siyasi nəticələr əldə etməsək də, millət üçün özünü oda atmış bu insanlara sahib çıxmalıyıq biz. Nəhayət 21-ci əsrdə bizim xalqımız qəbul eləməlidir ki, elə şey yoxdur. O keçmişdə qaldı. O ağır zamanlarda qaldı ki, el üçün ağlayan gözlər kor olurdu. İndi elin dəyərini çəkənləri el də qiymətləndirir, arkasında durur. Bax, bunu biz yaratmalıyıq. Buna xalq olaraq hamımızın ehtiyacımız var. Çünki biz qabağa düşmüş, özünü oda atmış insanlara sahib çıxmasaq, onların ardıcılları gəlməz. Onda millət kimsəsiz olar, qəhrəmansız qalar, fəallarsız qalar, sözsüz qalar, onun sözünü deyənlər olmaz. Ona görə də bugün təzyiqə məruz qalan hər kəsə sahib çıxmalıyıq. Və hətta mənim aləmimdə, digər məsələlərdən də öndə, bizim üçün, Azərbaycanlılar üçün vicdan məhbuslarını, siyasi məhbusları, darda olan insanları, təqib olunan insanları müdafiə eləmək birinci yerdə gəlməlidir. Və biz